Növbəti dərsimiz valideynlərlə iş forması. Bu da əsas mövzulardandır. İş forması. Baxın, ümumiyyətcə, bizdən əsas təhsilin bizdən tələb etdiyi, dövrün tələblərinin ən önəmlisi olan da valideynlərin iş forması, elə deyilmi? Yəni, biz valideynlərlə daima əməkdaşlıq etməliyik, uşaq haqqında müəyyən informasiya paylaşmalıyıq. Keçən dəfə keçmişdik, hörmətə əsaslanan qarşılıqlı ünsiyyət. Onlara aizə ol, həmişə onlarla ünsiyyətdə əməkdaşlıq etməliyik. Bəs valideynlərlə iş forması nədir? Bayaq ki, keçən dəfə keçdiyimiz hörmətə əsaslanan qarşılıqlı ünsiyyət sadəcə onlarla ünsiyyət qurmağımız idi, danışmağımız idi. İndi bəs hansı vasitələrlə biz uşaq haqqında valideynə məlumat ötürə bilərik, bunu deyəcəyik. Birinci növbədə müxtəlif ailə quruluşları var. Müxtəlif ailə quruluşları, bunu yazacağım. Ailə quruluşu. Yəni, eyni zamanda fərqli gedir də, fərqli ailə quruluşları. Sonra ikinci, mədəniyyətə qarşı həssas olmaq. Mədəniyyətə qarşı həssas olmaq. Üçüncü, davamlı ünsiyyət. Davamlı ünsiyyət. Dördüncü, yazılı hesabatlar. Hesabatlar. Beşinci, konfidensiallıq. Altıncı, məqsəd. Baxın, ailələrlə, valideynlərlə iş formasında bu 6 nüansa diqqət edəcəyik. Bu sadəcə olaraq həmin kateqoriyaların adlarıdır. Ki, yəni müxtəlif ailə quruluşları, mədəniyyətə qarşı həssas olmaq, davamlı ünsiyyət, yazılı hesabatlar, konfidensiallıq və məqsəd. Bəs yaxşı, müxtəlif ailə quruluşu deyəndə nə başa düşürük? Bax, bütün uşaqların anası, atası yanındadırmı? Və yaxud da bütün uşaqlar belə deyək ki, tək ana ilə mi böyüyür, ata ilə fərqlidir, elə deyilmi? Hər uşaq aizə ol. Elə uşaqlar nənə baba yanında böyüyür, elə uşaqlar anası atası ayrılır, anası ilə qalır və yaxud da atası ilə, elə uşaqlar bibi xala yanında böyüyür, məsələn, anası atası dünyasını dəyişir, Allah eləməz. Yəni, belə hər cür uşaq var da. Yaxşı, bizim üçün fərqi var mı bəs? Xeyr. Heç bir fərqi olmamalı tərbiyəçi üçün. Yəni, fərqi yoxdur. Hətta nə mənada, bax, əsas nəyə diqqət edin? Bax, bəzən deyir ki, müsahibə sualıdır bu. Tutaq ki, qrupunuzda bir uşaq var və o uşağın anası rəhmətə gedib, belə deyək də. Siz ona ana sevgisi göstərərsinizmi? Onu əzizliyim, qucaqlayım, öpüm, anası yoxdur da, indi istərsiniz. Olmaz. Onda dövlət siyasətinin prinsipi də bozmuş oluruq. Hamıya eyni davranmalıyıq. Həm də ondakı o belə zəif tərəfi üzə çıxarmış olaraq biz. Ki, yəni onun anası yox və o hiss edir ki, yəqin ki, müəllimə ona görə mənə belə davranır. Ona görə olmaz. Yəni, bir sözlə bunun mahiyyəti nədir? Bizim üçün fərqi yoxdur. Bizim üçün fərqi yoxdur. Biz hamıya eyni davranmalıyıq. Bu oldu müxtəlif ailə quruluşu. Mədəniyyətə qarşı həssas olmaq nədir? Burada açar söz mədəniyyətdir. Mədəniyyət deyəndə söhbət müxtəlif xalqlardan gedir. Məsələn, qrupunuzda Yaponiyadan, yenə də keçən dərsdə də mən dedim, bu rayonlarda çox yoxdur, amma Bakı bağçalarında çoxdur. Ya Rusiyadan mı gəlir uşaq, ya məsələn olur da, indi başqa-başqa ilə Yaponiyadan mı gəlir. Və burada da bizim üçün fərqi varmı? Heç bir fərqi yoxdur. Burada da eyni məna verir ki, sadəcə müxtəlif ailənin tərkibidir. Mədəniyyət isə ölkələrdir. Bax, açarsız bunu burada, yaxşı. Davamlı ünsiyyət nədir? Baxın, indi müasir dövrdür, elə deyilmi? Yəni, valideyn ola bilər ki, Rusiyadadır, ya harasa başqa bir yerdə işləyir. İndi WhatsApp-lar vasitəsilə, Skype-lar vasitəsilə, yəni hər tərəfli onlarla əlaqə saxlamaq lazımdır. Davamlı ünsiyyət budur. Yəni, sosial şəbəkələr, müasir dövrdür. Sosial şəbəkələr vasitəsilə ailələrlə ünsiyyət qurmaq lazımdır. Yazılı hesabatlar nədir? Heç olmasa ildə 2 dəfə ailələrdə uşaqlar haqqında yazılı hesabat olmalıdır. Uşağın həm müsbət tərəfləri, həm mənfi tərəfləri. Əvvəl müsbətlərini yazırıq, sonra mənfilərini yazırıq. Və mənfinin də sonunda yazırıq ki, narahat olmayın, birlikdə bu nöqtəsindən gələcəyik. Bura qədər aydın oldu. Konfidensiallıq bilirsiniz də nədir? Gizlilikdir. Nədir? Niyə belə yavaş cavab verirsiniz? Gizlilik. Yəni gizlisə ola bilər ki, bir dəqiqə olsun, sizə
valideynlər xoşlanmır ki, uşağın şəkillərini paylaşmırıq, bəli. Məqsəd nə məna verir? Yəni deyir ki, ailələrlə, valideynlərlə sonda, yəni valideynlərlə bütün bunları edirsinizsə, sizin məqsədiniz nədir? Bunu bilirsiniz də. Uşaq şəxsiyyətinin formalaşmasıdır, uşağın cəmiyyətə düzgün şəkildə inteqrasiya olunmasıdır. Bəli, bu qədər. Bax, bu mövzuda bu qədər. Deməli, bir də deyək, valideynlərlə iş forması müxtəlif ailə quruluşlarının nə başa düşürük? Bəli. Mədəniyyət deyəndə nə başa düşürük? Müxtəlif ölkələr davamlı ünsiyyət necə saxlaya bilərik? Mən də. Niyə iştirak eləmirsiniz sual cavabda? Konfidensiallıq, məqsəd də bütün bunları etməkdə məqsədim şəxsiyyətin formalaşması. Məsələn, bu qədər mövzumuz.